Salam dostlar. PGMP və PFMP barəsində danışacağım. PGMP proqram idarə etmə üzrə peşəkar, PFMP portfel idarə etmə üzrə peşəkar. Hər iki adı Amerika Layihə İdarəetmə İnstitutunun təşkil etdiyi imtahanları keçmiş və sertifikat əldə etmiş şəxslər qazanırdı. Təbii ki, bu imtahanlarda iştirak etmək imtiyazını qazanmağın özü üçün də bir çox şərtlər var, vacib şərtlər var. Bunlar barəsində ehtiyac olarsa, gələcəkdə ayrı video paylaşım edə bilərəm, şərhlərdə yaza bilərsiniz. Hazırda məqsədim Avio Akademi olaraq PGMP və PFMP üçün qiymət siyasətini tənzimləməkdir. Ümumiyyətlə, bizim strategiyamız qiymət siyasətini bazarın tələblərinə görə tənzimləmək və həm də bir sosial öhdəlik kimi öhdəliyimizi nəzərə alaraq daha uyğun qiymətlər, daha yüksək keyfiyyət təmin etməkdir. Özüm PGMP və PFMP sertifikatlarına sahibəm. Cənubi Qafqazda ilk portfel idarə etmə üzrə peşəkar sertifikatını əldə etmişəm və bu adı daşıyıram. Həmin dövr dünyada 948 nəfər buna sahib idi. PGMP də kifayət qədər dünyada hazırda da azdır. O dövr isə daha az idi. Bildiyim qədərilə Cənubi Qafqazda 3 nəfər də var idi. Və beləliklə PMP, PGMP və PFMP-yə sahib, hansı ki bu Triple Professional adlanır, 3 sertifikata sahib ilk şəxs oldu. Bunlar çox gözəl səslənir, statistika, bəli, ilk dəfə olmaq, birinci olmaq. Ancaq tez-tez səslənən bir sual. Sertifikata sahib olmaq, bacarıqlı olmaq, səriştəli olmaq deməkdir. Mənim isə cavabım belədir. Bu fərddən fərdə dəyişir. Sertifikata sahib olmaq, sertifikata sahib olmamaqdan daha yaxşıdır. Necə ki, sertifikata sahib olmayan fərqli insanlar, fərqli bacarıq, bilik və səriştəliyə sahibdirlər, həmçinin sertifikata sahib olan şəxs də fərdi olaraq öz qazandığı bilikləri praktikada tətbiq edə bilir. Təlimlərdə tez-tez deyirəm, ən vacib bacarıqlardan biri də hazırda tailoring skills adlanan, yəni uyğunlaşdırma bacarığıdır. Biz öz bilik və bacarığımızı situasiyanı düzgün qiymətləndirərək işlədiyimiz təşkilatın culture-ını, oradakı rəhbərlərin, işçilərin, onların təcrübəsini, bilgisini, culture-ını, bir çox faktorlar var. Aradasa deməli bu bir 6 çox vacib faktor var ki, onlar analiz edilərək bunlar tətbiq edilməlidir. Bu da başqa bir maraqlı mövzudur. Gələcəkdə ehtiyac bilsəniz, şərhlərdə yaza bilərsiniz. Bununla bağlı ayrı video paylaşım edə bilərəm və yaxud canlı bir deməli live video bir müzakirə də təşkil edə bilərik. İndi isə sizdən xahişim, səs vermədə iştirak edərək öz fikirlərinizi yazmağınızdır. Mənsə çalışacağam ki, planlaşdırılan bir təlim var. Hansı ki, bu təlim tanınmış şirkətlərdən birinin 15 portfel idarə etmə sahəsində çalışan, fərqli segmentlərdə çalışan 15 deməli rəhbər şəxsinə deyiləcək təlimdir ki, onlarla baş tutacaq bu təlimdən sonra da mən inanıram ki, sizinlə çox maraqlı məlumatları və nəticələri bölüşmüş olacaq. Bizim ilk görüşümüz baş tutubdur həmin təlimə hazırlıq məqsədi ilə və mən məsələni belə qoymuşam ki, xahiş edirəm, real işimizdə nə problemlər varsa, həmin problemləri biz siyahıya alaq və təlimlərə qoşulaq. Nəyə görə? Çünki bizim məqsədimiz pain pointləri, yəni problem nöqtələrini həll etməkdir. Tamam mı? Yoxsa hansısa statistik məlumatları, yaxud haradansa öyrəndiklərimiz ancaq başqasına danışıb keçmək deyil.
öyrəndiklərimiz, bildiklərimiz praktik olaraq nə dərəcədə keçərlidir? Bəli, bu məlumatı da mən sizinlə bölüşməyi vacib hesab elədim. Beləliklə, sizdə həm imtahan hazırlığı ilə bağlı, həm ümumi proqram və portfel idarə etmə ilə bağlı vacib hesab elədiyiniz hansısa bir məqamlar varsa, onları yaza bilərsiniz. Mən ümumiyyətlə çalışaram ki, suallarınızı cavablandırım, müzakirələr açaq və çalışaq ki, adekvat həll yolları müəyyənləşdirək. Diqqətiniz üçün təşəkkür edirəm.